həbsdəki ermənilər buraxılsın, buraxılmasın, olsunlar. Xanım, bilirsiniz, bu ermənilərin lap elə bu Vaqif Xaçaturyanın hətta Azərbaycan Cumhuriyyətində baş şəhərində hər halda dostları olub, ilişkiləri olan adamlar olub. Ruben Vardanyanın, o Arayik Arutunyanın, bunların Azərbaycanda ilişkide olduğu adamlar olub. Hər halda o istintaq materiallarında bunlar var. Mən hesab edirəm ki, növbədə Azərbaycan onların ifadələrində Bakıda oturan, onlarla işbirliyində kimlər olub, onların adını açıqlasın. Bu ciddi məsələdir. Çox ciddi, bəli. Nədən onların açıqlamaları gizlədilir? Nə qədər erməni Yerevanda, Xan kəndində, Şuşada və bütün Azərbaycan coğrafiyasında erməni xəyanətinə dəstək verib, onlarla işbirliyində olan Bakı şəhərində yerləşən, özünü Azərbaycanlı kimi təqdim edən, tanıtdıran şəxslərin adları niyə açıqlanmır? Biz erməni canilərindən danışırıq, amma erməni canilərinə dəstək verən, onların əlini yuyan, onlara bütün mənalarda arxa duran Bakıda olan adamları gizlədirik. Mən hesab edirəm ki, ən böyük cinayətkarlar Vaqif Xaçaturyandan da çox elə Bakıda onlarla işbirliyində olanlardır. Niyə onlar gizlədilir? Niyə onların son 200 ildə dədələrinlə bir yerdə Azərbaycana vurduqları ziyanlar Azərbaycan xalqına elan edilmir? Bu da bizim üçün problem əslində. Bizim üçün erməni problemi yoxdur. Bizim içərimizdə hətta ermənilərin belə uzantıları olan bir Azərbaycan problemi var ki, o problemi biz çözməliyik. İçimiz təmizlənməsə, təbii ki, Azərbaycanda çox suallar qaranlıq qalacaq. Biz bu sualların cavabını tapa bilməyəcək. Gələcək nəsillərdə o sualların cavabı tapılmadığına görə ciddi əziyyət çəkəcək.